Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina bil Qasım Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ali tayyibine tahirin. Benden qabaq çıxış edən alim qardaşlarım çox gözəl söhbət elədilər. Yəni uzun söhbət eləməyə ehtiyac da yoxdur. Mən də öz növbəmdə siz əzizləri bu gözəl gün münasibəti ilə təbrik edirəm. Qardaşlarım öz çıxışlarında qeyd elədilər ki, İmam Zaman Aleyhisselamın şəxsiyyəti və onun bəşəriyyəti xilas etməsi təkcə İslam dininə aid deyil. Yəni başqa səmavi dinlərdə də etiqad bundan ibarətdir ki, istər Zərdüştü dinində olsun, istər Yahudilikdə olsun, istər Hristiyanlıq dinində olsun, o dinlərdə də bizim İslam dinində olduğu kimi bəşəriyyətin ümumi xilaskarına etiqad var. Və İslam dini bunun ən dəqiq mexanizmini, ən dəqiq formasını bizə elan edir və ən doğru olan da bizim etiqadımızda olandır. İmam Hüseyin Aleyhisselam'dan soruşanda ki, Məhdi doğulubmu? İmam buyurur ki, əgər mən onu dərk eləsəydim, bütün ömrüm boyu ona xidmət edərdim. Baxın, İmam Hüseyin Aleyhisselam, İmam Məhdi Aleyhisselam barəsində, onun dövrü barəsində bu cür buyurur. Yəni, İmam buyurur ki, əgər mən onu dərk eləsəydim, mən onun dövründə olsaydım, bütün həyatımı onun xidmətində olmağa həsr edərdim. Yəni, bu bizim əlimizdə böyük bir imkandır ki, biz artıq İmam Zaman Aleyhisselamın uzun qeybəti dövründə yaşayırıq. Yəni, biz çalışmalıyıq ki, bu dövrdən bəhrələnməyi bacaraq. Necə ki, Quran-ı Kərimdə Allah Teala buyurur ki, لَقَدْ مَنَّ اللّٰهُ عَلَى الْمُؤْمِنِينَ اِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ. Ayənin tərcüməsi budur ki, Allah Teala buyurur ki, Allah Teala müminlərə minnət olaraq onların içərisindən bir peyğəmbər seçdi. Yəni Allah Teala bu ayədə buyurmur ki, Allah Teala bütün insanlara minnət olaraq onların arasından peyğəmbər seçdi. Allah Teala buyurur ki, Allah Teala yalnız müminlərə minnət olaraq onların arasından bir peyğəmbər seçdi. Yəni mənası budur ki, peyğəmbərin vücudundan bəhrələnənlər yalnız və yalnız müminlər ola bilər. Ona görə də Allah Teala, yəni minnət əslində nemət mənasındadır. Allah Teala buyurur ki, yəni o peyğəmbərin vücudundan bəhrələnənlər, o insanlar ki, onlar üçün peyğəmbərin gəlişi bir nemət olsun, onlar yalnız və yalnız müminlərdir. Ona görə də biz çoxlu dəlillər, sübutlər, başqa dinlərin nümayəndələrinin dediyi gözəl sözləri biz gətirə bilərik ki, din barəsində və yaxud İmam Zaman Aleyhisselam barəsində buyurmuş olsunlar. Amma dində mühüm olan budur ki, bu karvanda bizim də bir zəhmətimiz olsun. Yəni İmam Zaman ağa zuhur eləyəndə bizim də deməyə sözümüz olsun. Yəni əgər biz İmam Zaman ağanın zuhurundan bəhrələnmək istəyiriksə, yəni bunu yadda saxlamaq lazımdır ki, əgər İmam Zaman ağa qeybə çəkilirsə, bunun səbəbkarı insanların nadanlığı olur. Və İmam Zaman ağanın yenidən zuhur eləməsi üçün də səbəbkar yalnız və yalnız sizin kimi, bizim kimi insanlar ola bilər. Ona görə də bizim üçün mühüm bu olmalıdır ki, biz öz əməllərimizi elə din çərçivəsində cilallamalıyıq ki, İnşallah İmam Zaman ağa zuhur eləyəndə bizim də burada bir bəhrəmiz, bir zəhmətimiz olsun. Bir daha bu gözəl bayramı hamıca təbrik edirəm. Allah Teala inşallah İmam Zaman ağanın zuhurunu təcil eləsin deyə salavat edirəm. Allah'tan arzumuz budur ki, İmam Zaman ağa inşallah zuhur eləyəndə Allah Teala bizi o Hazretin müqabilində inşallah xəcalətli qərar verməsin. Peyğəmbər, Peyğəmbər cavanına salavat edirəm.